Artıq bu ailə biznesindən bezmişik. Qeyri-qanuni, müqaviləsiz işləyirlər. Təzyiqin altında insanları idarə etməkdir. Abşeron rayonunda yerləşən və 250 ailənin yaşadığı Viləşçay İnşaat İmtikanın binalarında illərdir davam edən problemlər sakinlərin səbr kasasını daşırıb. Sakinlər bildirirlər ki, rəsmi olaraq mənzillər onların şəxsi mülkiyyətidir, lakin MTK rəhbərliyi İntiqam Hüseynov öz bacısını onların üstünə rəhbər təyin edərək binaları qeyri-rəsmi şəkildə idarə edir və qanunsuz olaraq xidmət haqqı yığır. Üstəlik bu xidmət haqqına uyğun heç bir real xidmət göstərmədiyi də iddia olunur. Artıq 10 ildən yuxarıdır ki, bu başda İsrafil Hüseynov, qızı Ülviyə Hüseynova və kürəkəni Bəhruz Əliyeva tərəfindən illərdir ki, yeyintiyə məruz qalmışıq. Bina sakinlərinin yığılan kommunalını şəxsi mənafeylərinə istifadə edirlər və bu binanın komendantlığını öz əllərinə alıblar qanunsuz formada. Heç bir MMMC yaratmadan, heç bir sənəd təqdim eləmədən bina sakinlərinin aylıq yığılan pullarını mənimsəyirlər. Xahiş edirəm dövlət qurumlarından bu barədə səsimizi hamı eşitsin, bizə dəstək olsunlar. Artıq bu ailə biznesindən bezmişik. Binadan əl çəkmirlər, bu qanunsuz kommunal müqaviləsi gətirirlər ki, bizə təhdid edirlər, təhqir edirlər ki, buna qol çəkməlisiniz. Biz buna qol çəkmədiyimiz halda mənim şəxsən mənzilimin, bu binanın altında obyekt işlədirəm, mənim obyektimin işığını kəsir. Hansı hüquqla bu adam bunları eləyir? Bunun heç bir hüququ yoxdur mənzildə yaşayan mülkiyyətçinin işığını kəsməyə. Demək, bunlar öz ailə biznesini qurublar. Düzdür, 14 ildə hamı kommunalını verib. Nə qədər deyiblərsə, 30 qəpikdən kommunalımızı vermişik, 25 qəpikdən kommunalımızı vermişik. Bu qışda, bu qar yağanda çoğunda onlar gəldilər, bizim kommunalı qaldırdılar 40 qəpiyə. Çox bizim səs-küymüzə əsasən saldılar 35 qəpiyə. İndi 35 qəpikdən kommunal yığılar. Neçə vaxtda 30 qəpikdən yığıblar. Bu kommunalları ancaq öz mənafeləri üçün istifadə edirlər. Ülviyə xanım 600, həyat yoldaşı Bəhruz 700 maaş götürür bu kommunaldan. Ondan sonra demək bu kommunal pullarını götürürlər, bizə də işığa qoyurlar borcda. Gündə işıqlarımızı kəsirlər, söndürürlər. Su motorunu, suyu saxlayırlar ki, sizin işığa borcunuz var. Evlərdən sakinlərin gəlib sayğaclarından işığını söndürürlər. Halbuki heç bir sakinin dövlətə borcu olmaya işıqlarını kəsirlər. Sakinlər deyir ki, nə bina ətrafında təmizlik işləri aparılır, nə liftlərin normal işləməsi təmin olunur, nə də kommunal problemlərə vaxtında reaksiya verilir. Əvəzində isə hər şey xidmət haqqı adı altında vəsait toplanır və bu vəsaitin necə xərcləndiyi ilə bağlı heç bir şəffaflıq yoxdur. Vətəndaşlar MTK rəhbərliyinin fəaliyyətsizliyindən və məsuliyyətsiz münasibətindən ciddi narazıdır. Rəsmi Kupçalı öz mənzilimizdir. Lakin bu ailəyə görə, bu komendanta görə biz bu evdə rahat yaşaya bilmirik. Yəni dəfələrlə xəbərdarlıq etmədən bizim liftimizi kəsirlər, bizim işığımızı kəsirlər, olub suyumuzu da kəsirlər. Yəni su... Niyə edirlər ki bunu? Necə? Niyə edirlər? Kommunala görə. Yəni şəxsən biz özümüz 5 ildən artıqdır ki, hər ay vaxtı-vaxtında kommunalı vermişik, lakin son ayda vermirik. Çünki bunların çox elədikləri qeyri-qanunsuz hərəkətlərin üzü açılıb. Ondan sonra da biz bilirik ki, bunlar qeyri-qanuni yeyirlər bu pulları. Ona görə də biz bunlara artıq kommunal vermək istəmirik və verməyəcəyik də. Deməli, bu xanım həmin bu rəhbərin qızıdır. Rəhbər özü binanı tikəndən sonra özü ailə biznesi qurmaq üçün qızını, kürəkənini qoyub bura bir işçi kimi qanunsuz. Nə müqavilələri var, nə vergi ödəyirlər, nə bir şey. Deməli, hesabat istədiyi bizdən hesabat veriblər bizə. Texnik, servis, komendant filan hamısı ər-arvad özləridir. Maaşı ancaq özləri götürürlər. 2 axran xadiməçi qeyri-qanuni, müqaviləsiz işləyirlər. Maaşları az olur, hesabatda maaşını yüksək göstərir ki, biz daha yüksək maaş veririk. Yəni yalandan hesabat verirlər. Və lift problemimizdir ən çox. Bizə də xəbərdar etmədən dünəndən aparat gəlib qoşublar. Yəni kartı filanı yoxdur, aparatı qoşublar. Biz axşam saat 11-ə kimi hamımız qalmışıq aşağıda, evimizə qalxa bilmirik. Yəni kommunalı vermədikcə mənzilə buraxılmır. Hətta kommunal da demir axı. Kommunal da versək də, yəni aparatı qoşub ora, yəni ondan sonra hamıya hədə-qorxu tək-tək qıraqda deyir ki, gəlin qol çəkin, bizə üzv olun, kommunalı ödəyin, ondan sonra biz sizə kart verək, evinizə qalxa bilərsiniz. Dünənləri bizim bütün analarımız, bacılarımız liftə knopka qoyublar, evimizə daxil ola bilməmişik. Necə daxil ola bilər? Liftə knopkanı qoyublar, kart. Kartla lift idarə olunur. Xəbərimiz olmadan, bizə məlumat vermədən, heç nə etmədən... Niyə eləyiblər? Onun üçün ki, kommunalı vermirik. Biz etiraz edirik ki, bizim neçə illərdir yığılır, vergi vermədən, vergisiz 2 dənə mühafizəçi, liftin bütün problemləri, bina baxımsızdır. Bunlar bildiyiniz hegemonluq eləyirlər.
Bizə hədə-qorxu gəlirlər. Şəhid ailəmiz var bu binada. Gedib müqaviləyə qol çəkməsən işığı söndürəcəyik. Şəxsən qonşularımız qabağını almışıq. Və cəmaata deyir ki, bu kommunalni dövlətə vergi ödəyirəm. Şəxsi, fiziki şəxs onun vergisini ödəyə bilməz. Hüquqi şəxs olaraq belə açılmıyor bu hesab. Yəni kommunalni ödədiyimiz şəxsi bunların kartına, hesablarına gedən məbləğdir. O məbləğdə yığılan məbləğlər kommunalni. Biz kommunalnini bu 10 ildir mən burada yaşayıram. Davamlı ay, hətta 3 ay, 2 ay qabaqcadan ödənmiş sakinlər burada çoxdur. Axır bu 2 aydır biz ödəmirik. Səbəbləri də bəllidir. Nə səbəblərdən dolayı? Bunların yalan, dolan, saxta yeyintilərini aşkar etdikdən sonra və bizim işıqlarımızı, kommunal binanın işığını kəsdi, elektriğini kəsdikdən sonra bunlar hamısı aşkar olundu. Adicə bizim burada bu binanın altında su anbarı var. Su anbarının axırıncı da və təmizlətdiyi özləri belə yadında deyil. Ən maraqlısı isə odur ki, bina sahibi kimi tanınan İsrafil Hüseynov bütün bu narazılıqları əsassız adlandırır və sakinlərin şikayətlərinə əhəmiyyət vermir. Halbuki yüzlərlə insanın gündəlik sosial məişət problemləri fonunda bu münasibət məsuliyyətdən yayınma kimi dəyərləndirilməlidir. Dövlət tərəfindən təsdiq olunub, qeydiyyatdan keçib, vergi ödəyicisidir, hüquqi şəxsdir və ondan sonra nə olmalıdır? Ondan sonra burada bu mülkiyyətçilərdən ki, köçürlər bura, xüsusən alır. Gəlməlidirlər, kooperativə ərizə verməlidirlər, üzv olmalıdırlar. Nə olsun ev almısan? Gərək üzv olasan kooperativə. Xidmətlərə görə. Bəli, gərək üzv olasan. Xidmətin başında duran kimdir? Xidmət idarə etmə üçün biz əmr veririk, idarə edici təyin edirik və o xidmət edir. Onun orada Kimdir xidmətin rəhbəri? Xidmətin rəhbəri mənim qızım. Hə, öz evladınızı qoymuşsunuz. Öz evladımı qoymuşam deyəndə ki, öz evladım elə sahibkarlardan biridir də. Burada yaşayır. Xanişlə burada həm yaşayır, həm də ki 5 nəfər təsis kooperativdə əgər MMC-də bir dənə təsisçi olursa, kooperativdə 5 dənə təsisçi olmalıdır. Ondan aşağı olmaz. Onlardan da biri odur. Bunu kiməsə həvalə eləməliyəm bu işi ki, idarə eləsin. Əgər buraya 20 milyon pul xərcləmişiksə əgər bu bina başa gəlibsə, smetası. Bunun 20% onundur. Nə qədər eləyir? 4 milyon elə o eləyir. Düzdür? Bu adam burada baş eləyir. Və bunlar nə qədər ki, üzv olmuyorlar kooperativə, bunların səs hüququ yoxdur. Yəni siz deyirsiniz ki, buradakı vətəndaşların şikayətinin heç bir hüquqi əsası yoxdur. Yox, heç bir hüququ yoxdur. Onlar bizim kooperativin üzvü deyirlər hələ. Sakinlər səlahiyyətli qurumlardan məsələyə müdaxilə olunmasını, bu bina idarəçiliyinin şəffaf və hüquqi əsasların təmin edilməsini tələb edirlər. Onların fikrincə, əgər mənzillər şəxsi mülkiyyətdirsə, bina sakinlərinin idarə etməsində söz haqqı və qərar vermə ixtiyarı da olmalıdır. Bu isə ya bina idarəsinin sakinlər tərəfindən seçilməlidir, ya da fəaliyyət göstərən şəxslərin qanuni əsaslarla təyin olunmasına zəruridir. Viləşçay İnşaat MTK ilə bağlı yaranan bu vəziyyət təkcə bir bina MTK ilə məhdudlaşmır. Bu, ölkənin müxtəlif bölgələrində tez-tez rast gəlinən bina idarə etməsi sahəsindəki boşluqların və qeyri-şəffaf idarə etmənin nümunəsidir. Hüquqi mexanizmin təkmilləşməsinə, vətəndaşların mülki hüquqlarının qorunmasına və bu idarəçiliyi sayəsində məsuliyyətli yanaşmanın formalaşmasına ehtiyac açıq-aşkar görünür. Sakinlər artıq səbr etməyə yox, səsini çatdırmağa qərarlıdır. Çünki onlar üçün ev təkcə 4 divar deyil. Orada rahatlıq, təhlükəsizlik və haqqın qorunduğu bir yaşam gözləyirlər. Nizam Rəsulov, Fərhad Ələkbərli, xüsusi olaraq Dinaz TV üçün. Basıram, işləmir. Yəni mən liftdən istifadə edə bilmirəm. Bu liftlərdən istifadə etmədiyim üçün mən buna görə narazılığımı bildirirəm. Niyə qoymuşdular kartı? Kart sistemini qoymuşlar ki, baskı elan etsinlər ki, kommunalni pullarını yığsınlar. Kim ödəməyəcəksə, kartdan istifadə eləməyib mənzildə qalxmayacaq. Və bu təzyiq altında insanları saxlamaq üçün qoyulmuş bu kartda. Yəni bunun başqa bir şeyi yoxdur. Təzyiqin altında insanları idarə etməkdir.